Bismillah. Bürclərin 26 yanvara ən düz pul proqnozu. Qoç, pul girişi mümkündür, amma ani xərclərə diqqət et. Buğa, pul şansı güclüdür, gözlənilməz gəlir və ya borcun qaytarılması ola bilər. Əkizlər, pul gəlir, amma eyni gündə çıxma ehtimalı da var, qənaət et. Xərçəng, maddi rahatlama başlayır, kiçik amma sevindirici qazanc var. Şir, pul baxımından şanslı gündür, işlə bağlı qazanc arta bilər. Qız, hesab kitabla bağlı uğurlu gündür, itki riski azdır. Tərəzi, pul məsələsində qərarsızlıq ola bilər, risk etmə, gözlə. Əqrəb, gözlənilməz pul girişi mümkündür, şans səndən yanadır. Ox atan, əlavə qazanc və ya təklif görünür, aktiv olsan daha çox qazanarsan. Oğlaq, pul yığmaq üçün ideal gündür, böyük xərcləri ertələ. Dolça, pul yavaş-yavaş gəlir, amma sabitlik yaranır. Balıq, şanslı gündür, pul enerjin açıqdır, niyyət etsən olar.